Salam əziz abituriyentlər. Bugün 2026-cı ildə qəbula düşmüş informatika sualının izahına baxırıq. Deməli, kompüter qrafikasına aid belə bir məsələ verilmişdir. Bu tipli məsələlərin həllində ilk öncə düsturu yazırıq. Deməli, düstur h bərabərdir. A vur, B vur, limit şəklindədir. Bir də n bərabərdir 2 üzərində i. Baxaq məsələyə. 1024 rəng çalarına malik. Rəng çalarını n göstərir, deməli n 1024-dür. 1024 isə 2 üstü 10 deməkdir. Düsturda yazmışıq 2 üzərində i, aldıq ki 2 üzərində 10. Deməli i 10-a bərabərdir. İnin bu qiymətini gəlin bu düsturda yerinə yazaq. H bərabərdir A vur B, inin də yerinə 10 yazırıq. Məsələnin davamını oxuyaq. Həcmi 60 kilobayt verir. Yəni bu h 60 kilobaytdır. H-ı silək yerinə 60 kilobayt yazaq. "60 kilobayt yazmazdan öncə görürəm ki, burada ölçü vahidi bit yazmışıq. Ona görə 60 kilobaytı da bitə çevirək. Yəni 60 vur 2 üstə 13 edir. Əgər bu tipli çevirmələri bilmirsinizsə, kilobaytı bitə, biti kilobayta və s. əvvəlki dərslərə baxın, çünki bu sualın izahı müəyyən bazası olan abituriyentlər üçündür. Məsələnin davamına baxaq. Deməli, buradan AB-yi təyin edə bilərik. AB 60 vur 2 üstə 13 böl 10 olacaq. Yazıram. 60 vur 2 üstə 13 bölək 10. 60-ı 10-a böləndə 6 qalır. Burada 6 vur 2 üstə 13. Deməli, AB-nin qiyməti 6 vur 2 üstə 13 etdi. Məsələnin davamını oxuyaq. Bu qrafik təsvirlə müqayisədə, deməli, söhbət başqa bir qrafik təsvirdən gedir. Yenidən həmin düsturu yazırıq ikinci qrafik təsvir üçün. Məsələnin davamını oxuyaq. N-indəki piksel sayı 4 dəfə az. N-indəki piksel sayını A ilə işarə elədik. 4 dəfə az dediyi üçün 4-ə bölürük. Uzunluğundakı piksel sayı 16 dəfə çox. 16 dəfə çox dediyi üçün uzunluğundakı piksellərin sayı B olursa, biz onu 16-ya vururuq. Davamını oxuyaq. 2048 rəng çalarına malik. Rəng çalar dediyi üçün yenidən n yazırıq. N bərabərdir 2048. 2048 2 üstə 11 deməkdir. Buradan i 11 alırıq. Yəni yuxarıda necə hesabladıqsa o qayda ilə. İnin bu qiymətini gəlin düsturda yerinə yazaq. Aşağıdan sərqəli formada yazıram yenidən. H bərabərdir. Olduğu üçün köçürək əvvəlini. A bölək 4. Vuraq B. Vuraq 16. Vuraq. İnin yeni isə 11 yazırıq. 11 bit. Məsələnin davamını oxuyaq. Digər qrafik təsvirinin informasiya həcmini kilobaytla müəyyən edin. Bizdən h istəyir, həm də kilobaytdan. İlk öncə sağ tərəfi sadələşdirək. 16 ilə 4 ixtisar getdi, 4 qaldı. 4-ü vururuq 11-ə, 44. AB də olduğu kimi yazılır. A vur B. Deməli, h bərabərdir 44 AB ifadəsini aldıq. Bunu yenidən buradan sərqəli yazın. AB-nin qiymətini tapmışdıq yuxarıda. Baxın bu hissədə. Hətta qırmızı rəngdən göstərim. 6 vur 2 üstə 13. AB-nin bu qiymətini gəlib yerinə yazırıq. 44 vur 6 vuraq 2 üstə 13. Bizə həcmi kilobaytdan istəyir. Buna görə 2 üstə 13-ə bölürük. 2 üstə 13-lər ixtisar getdi. 44 vur 6 alınır. O da 264 edir. Cavabımız C variantı olur. Qeyd edim ki, sentyabrın 1-dən 0-dan dərslərimiz başlayır. Qeydiyyatdan keçmək üçün mesaj bölməsinə yazmağınız kifayətdir.